Alo, Arif'i olar. Fərid, salam. Harda itib batmışdın? Sensen Arif, ezamiyyətdeydim. Hərəmiz bir tərəfə getmişdik. Yox, mən doğrudan ezamiyyətdeydim. O əhvalatın axırı necə oldu? Qorxma, hər şey qaydasındadır. O oğlana heç nə olmamışdı. Bizdən canını qurtarmaq üçün qəsdən yıxılıb yerə. Yaxşı oğlandı. Tanış olmaq istəsən axşam gəl bizə. Yox, sağ ol, vaxtım yoxdur. Gicdəmə hala, yaxşı uşaqlar olacaq. Sağ ol Arif, çox sağ ol. Ana, necəsən? Özünü necə istəyirsən? Sənə nə oldu Fərid? Xəstələnməmsən? Yox, nədir ki? Heç. Yadıma gəlmir axır vaxtlar mən ayaq üstə ola əhvalımı soruşasın. Sabah boşsan, qonağım gələcək, istəyirəm sən də evdə olasan. Yenə şampanla tort lazımdır. Gedim alın. İstəyirsən al. Bu qız çox yaxşı qızdır. Xalası ilə institutda bir oxumuşuq. Bu dəfə qızın şəklini də almışam, qəşəngdir. Yanağında xalı da var. Ay ana, elə bircə xalım çatmırdı. Xal sənin yanağında deyil, qızın yanağındadır. Onda deməli uşaqlarımızın da xalı olacaq. Birinin boynunun dalında, o birinin alnında, o birisinin de Allah bilir harasında. Ana, mənim üçün qız axtarmaq lazım deyil. Daha zəhmət çəkməyin. Fərid, tapmısan. Güman elirəm Nərgiz deyil o. Sən Allah deyənə görüm kimdir? Xalalarını da salım yanıma, gedim elçiliyə. Yazıqlar bugünü nə vaxtı gözləyirlər? Bu dəqiqə zəng... Ay ana, çəkic hardadır, ver bu dəstəyi vurum yerinə. Çox sağ ol, özüm vurmuşam. Profesör, benim sana bir sualım var. De görüm, dünyada en bək qaçan heyvan hansıdır? Gepard saatda 120 ilə gedir. Onda siverci bir sual. De görüm, en hündürə tullanan heyvan hansıdır? Delfin. Ha? Delfin 6 metr hündürlüğe tullanır. Onda lap siverci bir sual. De görüm, balina saatte neçə kilometr üzür? Ha? Hadi. Ağa Zəki 40 kilometr. Tapdı ya. Ha? Ne hayır adı? Profesör koymamışam ki. Dünya. Onda... Ağa Zəki, mənim sənə balaca bir sualım var. Ha? Sıçan nə qədər yaşayır? Ne dedin? Sen. Cevabını tabanca kim verecek? Sıçan. Ağa Zeki. Ağa Zəki, yadında saxla. Sıçan, pişik onu yiyən günəcən yaşayır.